Abad kəndinin mərkəzində belə iki qapı gördüm. Maraqlandım. Dedilər ki, bəs bura yeraltı bunkerdir. Və hətta görürsə burada havalandırma üçün belə borular da qoyublar. Yəqin qapılar ki, bağlanır. Çölü dəmir zağlarla bağlanır hər ikisinin. İndi içəri keçək görək. İçəridə nələr var? Belə hiss olunur ki, pilləkənindən, dəmir yığmasından, üstünün belə bu plastik əşyaları səhv eləmirəmsə yığılmasının hiss olunur ki, profesional şəkildə hazırlanmış bir yerdir və bura daxil olunur tavanı. Buradan belə yerləri var. Sağda, solda həm oturmaq üçün, həm də ikinci gəzi yəqin burada yatmaq üçün çox, yoxsa nə üçündür? Bunlar əsrə yatmaq üçün yer düzəltməzdir. Yer də belə dəmirlə yığılır, yer də bu plastik əşyalarla yığılır. Belə bir şeylə. Deməli uzanır bura qədər. Burada bir bölmə sağdadır. Bir bölmə isə soldadır. Yine burada həmin şey var. Və buradan isə yol şöyle çıxır. Bu mənə belə gəlir ki, deyirlər əsrlərlə saxlanılan yer, amma yəqin ki Qarabağ işğal olunandan sonra əsrləri bura yıxılır. Ona qədər yəqin Azərbaycan ordusunun atdığı raketlərdən qorunmaq üçün bura tikilibdir. Çünki əsrlər üçün belə təhlükəli yer düzəlməsinə inanmıram. Və bir də ki, bunlar yerə, tabana döşənən sərt materiallı bir plasmasdır. Çox sərtdir. Qapı yoxdur, amma elə yığılıb ki, açılır, bağlanır. Bunlar da hava yerləridir ki, çölə çıxır ki, içəridə havasızlıq olmasın.